tövhidin hikmət sifətindən qiyamət alınır. Bir ədalət sifətindən. Allah adildir. Ədalət yəni zülmün gərək qarşısını ala, zalimin cəzasını verə, məzlumun haqqını ala verə. Dünyada ki, bu tam baş tutmur. Yəni ədalətsizlik bu. Dünya hissəsi eləmə olmaz deyə bax, Allahın ədalətinin qabıdır. Əgər Allah adildir, pəs dünya qədəri deyib aləm. Ya gərək deyək, Allah adil deyil. Əgər Allah ədalətlidir, pəs bir ayrı aləmi var, o ədaləti orada həyata geçirir. Çünki qiyamət aləminə deyək. Hər halda bu iki dənə sübut, Quran da bu iki dənə sübutu, Quran da vədə veribdir, sübutla vədə veribdir. Yəni bunlara insan gəl vaxt ayıra, əqidəsini dərk eləməyə gəl vaxt ayıra. Olmazsa insan əqidəsini elə belə küçədən alar. Deyirlər, demirlər. Yox, deyirlər, demirlər. Bəhsi də əvvələn Quran ayələridir. Araşdırsın, Quran oxusun, görsün Quran ayələrdə qiyamət barəsində sözü var, yoxdur. Bu bir pəs Quranın ayələridir, Allahın vədəsidir. Əlavə sübutlar içi qiyamətə gətiriblər. Birazın dedim, hikmət sübutu, ədalət sübutu, biraz qeydir Allah şinaslığı. Biraz qeydir insan şinaslığı. İnsan ruhu var, ruh aradan gedən deyil. Ruh aslan ölmür, bədən ölür. Ruh bədəndən ayrılır. Əgər insan şinaslıqda bu nəticəyə yetişər ki, insanın bədənindən əlavə ruhu var, cinə başqa aləmin, dünyadan başqa aləmin məsələsi də biləsinə rahat aydınlaşar. Ona görə bizlər işlədərik, öldü yox, dünyasını dəyişdi. Kim dünyasını dəyişdi? Bədən yox, bədən qaldı qəbristanlıqda. O məni ki, həqiqəti məndir, ruhumdur, o dünyasını dəyişdi. Pəs biraz da qeydir insanşınaslıq bəhsinə, biraz da aləmin prosesində bəzi sübutlar da var. Mən 3 dənəni hələ ərz elədim ki, tamaşaçı. Suallar da çoxdur. Təşəkkür edirik.